Hamınızın uşaqlar, bu günlər sizlərlə bir yerdən 14 nömrəli tapşırığa baxacağıq. Gəlin başlayaq. Şərti deyil ki, choose a correct variant. Düzgün variantı seçin. Okay. Variantlardan görürəm ki, bu so do I and neither do I qaydasıdır. Mən birinci baxmalıyam nəyə? Mənim cümləm təsdiqdədir, yoxsa inkardadır? Görürəm ki, mənim cümləmin içərisində hardly var və bu da inkarlıq bildirir. Demək, mənim cümləm inkar bildirir. Ona görə mən variantları təsdiq bildirən sözləri çıxardıram. Yəni A variantı, D variantı gedir. Və C variantı da gedəcək. Niyə? Çünki nor deyə bir bağlayıcımız yoxdur. Yəni C variantı da gedir. İkinci baxacağımız şey isə xəbərdir. Yəni xəbərimiz nədir? Write test. S, ES olur hansı xəbər? Do və does. Baxıram variantlarda onu axtarıram. E variantına neither Tom does, B variantına neither do I. Uşaqlar, bunu demək istəyirəm ki, bağlayıcı mübtəda sonra xəbər ola bilməz. Yəni ki, bağlayıcı olacaq, sonra xəbər, sonra mübtəda olacaq. E variantı səhvdir. Düzgün variant B variantıdır. Baxın, bağlayıcı, yəni neither inkar bildirən söz, do xəbər və mübtəda. Doğru cavab B variantıdır.